Salam, axşamınız xeyir, realdasınız. Hazırda Bakı şəhəri Binəqədi rayonu Baksol yolu adlanan ərazidə mebel sexində yanğın hadisəsi baş verib və əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib. Eyni zamanda polis əməkdaşları da əraziyə cəlb edilib. Təcili tibbi yardım maşınları, polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hazırda ərazidədir və yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür. Və gördüyünüz kimi hazırda Fövqəladə Hallar Nazirliyinin işçiləri yanğını söndürmək üçün müvafiq tədbirlər görürlər. Həmçinin əraziyə polis əməkdaşları da cəlb edilib və yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür. Qeyd edək ki, yanğının baş vermə səbəbi ilə bağlı hələlik məlumat verilməyib. Bəli, yanğın mebel sexi ərazisində baş verdiyindən yanğının söndürülməsində hələlik çətinlik çəkilir. Amma Fövqəladə Hallar Nazirliyinin işçiləri yanğının söndürülməsi üçün hər bir tədbiri görürlər. Başa. Arxa mənə qalxıya. Bir nəfər gəlsin bu qabağa, buranı təmin edəsin də. Bir daha xatırladım ki, biz hazırda Bakı şəhəri Binəqədi rayonu Baksol yolu adlanan ərazidə baş verən mebel yanğını ərazisində yanğın baş verib və biz burada Fövqəladə Hallar Nazirliyinin qüvvələri yanğının söndürülməsi üçün əllərindən gələni edirlər. İrəliləyən saatlarda ətraflı məlumatı sizə çatdıracağıq. Realı izləməyə davam edin.